Şəfəq Qədirli, deyəsən, içmisən, hamıdan üzr istəyirəm, kayflanmısan, danışığını itirmisən. Hər halda yanında olanlar səni xəbərdar eləməli idi ki, çox böyük bir qələt eləyirsən. Dedin, hicablı qadınlar əxlaqsızdır, sustuq. Hicablı qadınlar kişilərin ehtiras mənbəyidir, sustuq. Kənd ki, hüquq pozuntusu eləyirdin və bununla da yetərlənmədin, gördün ki, ölçü götürülmür səndən. Bu dəfə hicablı qadınların tərbiyə eləyib böyütdüyü övladlara, belə deyək, hücum çəkdin. Qeyd eləyim ki, sənin bir halda ki, özdə sən Ağdamlısan, sənin və bizim torpaqlarımızın uğrunda canını verən, bu torpaqlardan qanı qoxan şəhidlərimizin, o cümlədən Mübariz İbrahimovun və digər bir çox şəhidlərin anaları, bacıları var, hicablı, onları da hicablı ana böyüdübdür. Həm ki, sən ən azından şəhid analarından üzr istəyirsən. Amma belə deyim də, sən ümumiyyətlə bu dövlətin qoruyucularına, bu torpağın qoruyucularına, bu qanunun, bu hüququn qoruyucularına həmişə hücum eləmisən. Yəni, mən faktsız söz danışmaq istəmirəm, amma diqqətiniz burada olsun. Bir vaxt var idi, sən polisləri də söyüb təhqir eləyirdin. Bir vaxt var idi, sən dövləti də təhqir eləyirdin. Düşünürəm ki, bu dəfə bu sənə belə ucuz başa gəlməyəcək. Çünki sənin, belə deyək, bu dövlətin hüquqi dövlət olmasından, tolerant dövlət olmasından məncə çox artıq istifadə elədin.